Yuxuda kitab görmək, sanki həyatın sətirlərə çevrilmiş halına baxırsan. Sözlər susur, amma hər səhifədə bir gizli sir var. Bəs bu kitab sənə nə deyir? Əgər yuxuda bağlı bir kitab görürsənsə, bu hələ cavabını bilmədiyin sualları, gizli qalmış həqiqətləri və gələcəkdə öyrənəcəyin həyat dərsini simvolizə edir. Bu kitab hələ oxumadığın bir taleydir. Açıq kitab görmək, bilik, anlayış və aydınlıq deməkdir. Daxilində bir məsələ ilə bağlı cavab axtarırsansa, bu yuxu sənə deyir. Cavab daxilindədir. Oxu, bax, düşün. Əgər yuxuda kitabı vərəqləyirsənsə, bu həyatının müxtəlif mərhələlərinə nəzər saldığını, keçmişini xatırladığını, bəlkə də nələrisə dəyişmək istədiyini göstərir. Yuxuda köhnə və tozlu bir kitab görmək, keçmişdən gələn bir mesaj, unudulmuş bir xatirə ya da sənə aid olan, amma artıq diqqətdən kənarda qalan bir hissi işarə edə bilər. Əgər kitab oxuyursansa, bu kitab inkişaf, maariflənmə və özünü daha dərindən anlama istəyi ilə bağlıdır. Həyat sənə deyir, oxuduğun hər söz ruhuna açılan bir pəncərədir. Yuxuda kitabı başqasına vermək, bilik paylaşmaq, kiməsə yol göstərmək istəyi ya da bir sirri bölüşmək arzusudur. Kitabda sözlər silinibsə və ya qarışıqdırsa, bu həyatında qeyri-müəyyənlik, qərarsızlıq və ya daxili narahatlıq hissini göstərə bilər. Sanki bir şeylər aydın deyil və sən bu sətirləri oxumağa çalışırsan. Unutma, hər bir yuxu kitabı içində yaşadığın duyğuların yazıldığı görünməz gündəlikdir və o kitabın müəllifi sənsən. Oxuduqca özünü tanıyırsan, yazdıqca həyatını yaradırsan.